Elə bil ChatGPT qədim zamanlardan bəri bizimlə bərabərmiş kimi hiss olunur. Amma əslində bu texnologiyanın adı 2018-dən qabaq heç mövcud deyildi. GPT-1 ilk dəfə 2018-ci ildə təqdim olundu. Bugün istifadə etdiyimiz GPT-4 isə yalnız 2023-ün mart ayında istifadəyə verildi. Hələ cəmi 1-2 il əvvəl süni zəka gündəlik həyatımızda belə aktiv deyildi. İndi isə bircə yazılı əmr verməklə video çəkirik, musiqi bəstələyirik, kod yazırıq. Bəs bu necə baş verir? ChatGPT bizə necə cavab verir? Süni zəka həqiqətən anlayırmı? Yoxsa sadəcə anlayırmış kimi mi edir? Gəlin baxaq. Əvvəlcə çox sadə bir sual. Alqoritm nədir? Alqoritm daxilinə nə qədər eyni məlumatı versən də, o qədər eyni nəticəni verən riyazi təlimatlar toplusudur. 2 + 2 əməliyyatına kalkulyatorun cavabı heç vaxt dəyişmir. Hər zaman 4. Zəka isə dəyişkənlik tələb edir. İnsan beyni stabil deyil. Kontekstdən, vəziyyətdən, duyğulardan asılı olaraq fərqli və qarışıq cavablar verə bilir. Süni intellektin fərqi də tam olaraq buradadır. ChatGPT sənə cavab verdikdə, əslində bunun arxasında çox böyük bir öyrənmə prosesi dayanır. Bu prosesi başa düşmək üçün gəlin biraz daha dərinə enək. GPT bir neyron şəbəkəsidir. Yəni insan beynindən ilham almış virtual neyronlardan ibarət bir sistemdir. Hər bir süni neyron daxil olan məlumatları qəbul edir, onları emal edir və növbəti neyronlara ötürür. Bu eynilə beynimizdəki siqnalların ötürülməsi kimidir. Amma bu prosesdə ən vacib şey çəki adlanan bir anlayışdır. Çəki nədir? Tutaq ki, sən alma yeyirəm yazırsan. Model bu cümləni neyron şəbəkəsinə ötürür və hər söz, hər hərf, hər kontekst ayrı-ayrılıqda neyronlar tərəfindən işlənir. Alma sözünün mənası yeməklə necə əlaqəlidir? Bu əlaqənin güclü olub-olmadığını çəki müəyyən edir. Başqa sözlə, çəki hər bir məlumatın sistem daxilində nə qədər önəmli olduğunu göstərən ədədi dəyərdir. Əgər çəki yüksəkdirsə, deməli model həmin informasiyanı daha vacib hesab edir. Əgər çəki 0-a yaxındırsa, model o məlumatı diqqətə almır. Bəs bu çəkilər necə öyrənilir? Başlanğıcda sistem hər şeyə təsadüfi çəkilərlə başlayır. Sonra ona milyonlarla nümunə göstərilir. Məsələn, alma yeyirəm, mən kitab oxuyuram, sən oyuna baxırsan. Model bu cümlələrin növbəti sözlərini təxmin etməyə çalışır. Əgər cavab səhvdirsə, bu sistem üçün sanki bir cəza kimidir. Çəki aşağı indirilir. Sistem bu səhvi təhlil edir və backpropagation adlanan üsulla səhvin hardan qaynaqlandığını tapır. Nəticə neyronlardakı çəkilər dəyişdirilir. Beləcə model növbəti dəfə oxşar cümlə görsə, artıq daha düzgün cavab verir. Bu proses milyonlarla dəfə təkrarlanır və nəticədə sistem müəyyən dil strukturlarını, məntiqi ardıcıllıqları və hətta insan düşüncə tərzini öyrənir. Yəni ChatGPT sənə cavab verəndə bu cavablar əzbərlənmiş cümlələr deyil. Onlar çəkilər və əlaqələr üzərində qurulmuş dinamik bir başa düşmə prosesidir. Nəticə olaraq, dərin öyrənmə, çəkilər və backpropagation mexanizmi sayəsində məlumatlar arasında məna əlaqəsi qurur. 2017-ci ildə Google tərəfindən yaradılan Transformer arxitekturası hər şeyi dəyişdi. Bu sistem bir cümlədəki bütün sözlər arasında attention, yəni diqqət yaradır. Yəni sözlərin bir-birinə nə qədər bağlı olduğunu anlayır. Bu da süni zəkanın konteksti daha yaxşı anlamasına, cümlə ardıcıllığını qorumasına və məntiqi cavablar verməsinə imkan yaradır. Bəs ChatGPT mənanı necə anlayır? O bir şey hiss etmir, nə də düşünmür. Bunun üçün hər bir sözü tokenlara bölür. Sonra bu tokenləri çox ölçülü bir anlam kanvasına yerləşdirir. Məsələn, qadın və ana sözləri bu kanvasda bir-birinə çox yaxın durur. Kərpic sözü isə tamamilə uzaqdadır. Süni zəka cümlə qurarkən bu yaxınlıqlara əsasən növbəti sözü seçir. Bəli, o sadəcə statistik ehtimalla danışır. Amma bu ehtimal o qədər dəqiqliklə işləyir ki, sizə real zəkaya yaxın bir təcrübə yaşadır. Bir çox insan GPT-nin etdiklərini sadəcə statistik seçim olaraq adlandırır. Amma bir anlıq düşünün. Siz danışarkən ya da plan qurarkən, düşünərkən sizin beyniniz də tam olaraq eyni şeyi edir. O da ehtimallara, keçmiş təcrübələrə və diqqətə əsas alaraq qərarlar verir.
Bəli, GPT bəlkə də canlı deyil, amma onun yaratdıqları bir çox insanın etdiklərindən daha zəngin, daha yaradıcı ola bilir. Süni zəka inqilabı başladı. İndi məsələ bu gücü necə və nə məqsədlə istifadə edəcəyimizdir.